məqama toxunum. Məsəl üçün özümdən misal gətirsəm, müəyyən bir yaşa kimi biz terapiyalarda olmuşuq. Və mən həmişə əleyhin olmuşam dərmanların. Bir müddətə kimi fikirləşmişəm ki, uzadaq, görək hara kimi gedirik özümüz. Amma bir nöqtə olub ki, məsəl üçün məktəbə hazırlıq zamanı fikirləşmişəm ki, artıq bacarmıram. Artıq nəsə etmək lazımdır. Və müraciət etmişdim. Birinci elə getdiyimiz həkim də siz olmusunuz da. Amma psixoloji özümü fikirləşirdim ki, yox, bəlkə dedi dərman lazım deyil. Bəlkə dərmansız bacararıq və s. Bu indi valideyn olaraq mən fikirlərimi izah edirəm də. Sizin fikrinizcə hansı zaman sizə artıq aydın olurdu ki, terapiya heç bir olsun, davranış terapiyası fərqli yoxdur, artıq alınmır. Bəli. Hansı klinik göstəricilər sizə kifayət edir ki, deyəsiz ki, dərmana farmakoloji müdaxilə artıq ehtiyac var, başlayın. Bəli. Yəni o məni kimi valideyn hansı sözlər deməlisiniz ki, o sizə inansız ki, o yolla da getsin. Bəli. Belə deyim. Əslində bax bizim autizm spektr pozuntusunda komorbid xəstəlik deyəndə bəlkə bizi çoxu başa düşmür. Nəyi nəzərdə tuturuq? Autizmin əsas simptomları ilə yanaşı olan fərqli problemlər. Məsəl üçün, uşağın yuxu problemi var. Ən təməl problem uşaqlıqda, körpəlikdə bəlkə sizlər də yaşamısınız. Ən tez rast gələn. Autizm spektr pozuntusunun uşaqlıq dövründə ailənin ilk hər zaman dediyi şey bu uşaq yatmır. Şimdi bax bu yuxu problemi olan bir fərd, bir ailə düşünün. Yuxu nədir? Yuxu insanın, həm yetişkinin, həm uşağın günün bitimindən sonra bu gün yaşadığı günü bağlayıb təzədən restart, təzədən bir yenilənmə olub, yeni bir yola, yeni bir günə başlamaq üçün bir pauzadır. Bunu əgər uşaq yaşamırsa, ona baxan anası yaşamırsa, gedib evinə pul, həmin o təlim üçün çörək qazanacaq ata yaşamırsa, bütün olunan şeylər də xaosa dönüşür. Yəni bütün olunanların da bir mənası qalmır. Çünki uşağın beynində hər zaman deyirik, normal inkişafda olan uşaqda gün ərzində öyrəndiklərini beyninə həkk eləməsi üçün axşam 22 ilə gecə 2 arasında və fiziki və emosional inkişafı üçün beynin təzədən yenidən qurulma işləri aparılması üçün yuxuda olmalıdır. Bir çocuk düşünün, təlimə gedir, gecələri yata bilmir. Gecə saat 9-da yatır, 12-də oyanır, sonra saat 5-ə qədər oyaq qalır, sonra təzədən 1-2 saat yatır, elə təlimə gedir. Bu çocuğun nə gün ərzində öyrəndikləri yaxşı olacaq, nə emosional, siz özünüz düşünün, gecə yuxusuz qalmısınız. O gün hər şey sizə batacaqdır. Hər səs, hər bir söz, gərgin olacaqsınız. Heç bir şey eləməyə həvəsiniz olmayacaq. Həmin bu yuxu yata bilməyən uşağı mən təlimdə oturdub, ona nə öyrədəcəm? Ya da ki sonra həmin bu gecəni yuxusuz qalan ana gəlib o uşağınla necə məşğul olacaqdı? Ya da gecə yenə yuxusuz qalan ata gəlib daha da əsəbi olacaq. Həmin bu uşaqla məşğul olunması gerəkən anaya daha çox, nə bilim, onunla daha çox dalaşacaqdı o gün. Oldu mu xaos? Yəni bir uşağa mənim hər zaman baxdığım şey nədir? Bax, verdiyim sual nədir ailəyə? Uşağınızla bağlı son vaxtlar sizə ən çətinlik yaradan mövzu nədir? Məsələn, kimi deyir ki, doktor, yuxu problemi. Kimisi deyir ki, doktor, bir saniyə durmur. Kimisi deyir ki, doktor, çölə çıxa bilmirəm, məsələn, qonaq gedə bilmirəm, bunu almışam buna görə. Kimisi də, məsələn, dünən bir ana gəlib deyir ki, doktor, bu uşağın heç bir əziyyəti yoxdur. Var elə uşaqlar. Var elə uşaqlar. Heç bir əziyyəti yoxdur, sakit olduğu yerdəcə qalır. Ona görə, məsələn, o dediyiniz kimi hansı ailə mənə müraciət, yəni gündəlik yaşamda uşağın davranışıyla, yuxusuyla, qorxusuyla, həyəcanıyla, kimisində takıntısıyla, kimisində hipersensitivitəsiylə, emosiyasını idarə edə bilməməsiylə, aqressiyasıyla, pəncərədən bir şeylər atmasıyla demirəm hamısını çözə biləcəm. Yəni mən demirəm ki, işte gələcəksən uşağın pəncərədən nələrsə atır, sıfır, yəni doktor hamısını həll eləyəcək. Amma yəni verdiyim sual təbii ki də odur ki, sizə son zamanlar ən çox çətinlik yaradan bu uşağın baxımı ilə ilgili nə var? Ona görə də mən bir yol çizirəm özümə. Və dediyim şey nədir? Məqsədim heç bir zaman problemi sıfırlamaq deyil. Amma bir insan düşünün, həftənin 7 günü yatmır, mənim müdaxiləmdən sonra 4 gün yatır, 3 gün yatmır. Asanlaşır istər-istəməz. Yəni anaya mənim bir 30% bir köməyim olsa, mən özümü belə deyim də xoşbəxt və rahatlamış hiss eləyirəm.